Şəhidlərlə əlaqəni kəsməyək. Şəhidlər heç nə köhnəldə bilməyəcək onsuz da. Şəhidlər köhnəlməyəcəklər, mümkün deyil. Onların nurunu heç nə söndürə bilməyəcək. Qalıb o nurdan faydalanmaq. Onların məzarları xalqın ziyarətgahı olmalıdır. Xalq gedib onları ziyarət eləməlidir hər zaman. Uşaqların əlindən tutmalıdır, istirahət günü gəzməyə gedəcək, əvvəl geçsin şəhidləri ziyarət eləsin. Uşaq görsün ki, bu ziyarətin nəticəsində getdi hansısa bir ləzzətli əyləncənin dalıcan. Və bunu sənə şəhid bəxş eləyib. Aparırsan gəzdirməyə, apar məzarın ziyarət elətdir, qoy həyatla əlaqələndirsin şəhidi, istirahətlə, gözəlliklə, gözəl həyat tərzi ilə əlaqələndirsin. Şəhidin vücudunu, varlığını. Gedəsən, ziyarət eləyəsən, bəzən tanınmayan şəhidləri də. Çünki şəhidlərin məqamı bizə bəlli deyil. Bəzisi məşhurlaşır, bəzisi gizlidir. Bəzən o tanınmayanın məqamı qiyamətdə görərsən tamam başqa cür imiş. Şəhidlər hamısı əzizdir, fərq qoymaq bizə düşməz. Amma fərqləri var Allah qatında. Bunu Allah bilir. Bizim üçün hamısı əzizdir. Fərqləri var, ona görə deyir ki, hamısını əziz tut. Ancaq, məsələn, məşhurlaşmışları yox. Hamısına dəyər ver.